Bismillah. Bu bürclər xoşbəxtlik gətirir. Bəzi bürclərin enerjisi astrologiyada xoşbəxtlik, sevinç və uğur gətirən sayılır. Onların yanında olan insanlar tez-tez özlərini daha rahat və şanslı hiss edirlər. Xoşbəxtlik gətirdiyi deyilən bürclər ox atan, çox optimist və pozitiv enerjili olur. Harada olursa orada şənlik və ümid yaradır. Onun yanında insanlar həyatdan daha çox zövq almağa başlayır. Şir, güclü və parlaq enerjisi var. İnsanların ruhlandırır və özünə inam verir. Çox vaxt uğur və bolluq enerjisi gətirdiyi düşünülür. Tərəzi, harmoniya və balans yaradır. Mübahisələri sakitləşdirir və mühiti xoş edir. Onların olduğu yerdə insanlar özlərini daha rahat hiss edir. Buğa, sabitlik və rahatlıq gətirir. Maddi və emosional təhlükəsizlik hissi yaradır. Bolluq və rifah enerjisi ilə əlaqələndirilir. Balıqlar, bolluq və rifah enerjisi ilə əlaqələndirilir. Balıqlar çox mərhəmətli və ruhani enerjiyə malikdir. İnsanlara ümid və daxili rahatlıq verir. Astrologiyada deyilir ki, bu bürclərin enerjisi şans, sevinç və rahatlıq gətirməyə daha meyillidir.